Bugün izah edəcəyim mövzu 11-ci siniflərin buraxılış imtahanında düşəcək reading, yəni oxu mətni ilə bağlı açıq suallardan biri olan ən az 2 sözü dəyişməklə cümləni tamamla sualı olacaq. Bu sualın meyarlarına əvvəlcə baxacağıq. Daha sonra nümunə əsasında izahlar verəcəm. Ümumiyyətlə cavablar 2 ballıq, 1 ballıq və 0 ballıq meyarlar əsasında qiymətləndiriləcək. Gəlin tam ballıq, yəni 2 ballıq meyarlarımıza baxaq. Cümlə ən az 2 söz dəyişməklə düzgün tamamlanıb. Düzgün tamamlanmalıdır. Leksik və qrammatik cəhətdən səhvsiz olmalıdır. Bu zaman tam bal alırıq. Lakin hərf səhvlərinə diqqət etdikdə, əgər hərf səhvi nəticəsində yeni məna kəsb edən söz yaranırsa, cavab qəbul edilir. Məsələn, cavabımız change sözü olmalıdır. Yəni cavabın içərisində change sözü var. Lakin siz change əvəzinə chance yazmısınız. Bu zaman sözün mənası dəyişdiyi üçün cavabınız qəbul olunmur. Lakin əgər bu cür yazmısınızsa change, bu zaman anlaşılır ki, nə yazmaq istəmisiniz? Sadəcə bir hərf səhvi etmisiniz. Və yaxud bu cür yazmısınız. Yenə də anlaşılır ki, nə yazmaq istəmisiniz? Lakin ya tələsərək bir hərfi unutmuşsunuz və yaxud da ümumiyyətlə yazılışı unutmuşsunuz və s. Bu zaman nəzərə alınır. Yəni, önəmli olan hərf səhvi nəticəsində sözün mənasının dəyişməməsidir. Lakin əgər hərf səhvləriniz 2-dən 3-dən artıqdırsa və söz tamamilə anlaşılmaz bir hal alıbsa, əlbəttə ki, bu da artıq kobud səhvdir və buna görə də bal itirə bilərsiniz. 1 ballıq meyarlarımızda cümlə ən az bir söz dəyişdirilməklə düzgün tamamlanıb. Yəni, 2 söz yox, bir söz dəyişmişsiniz, lakin yenə cümlə düzgündür. Bu zaman 1 bal alacaqsınız. Cümlədə ən az 2 söz dəyişdirilib. 2 sözü dəyişmişsiniz, lakin yanlış bir fikir, söz və ya qrammatik səhv də qeyd olunub. Yəni, cümləni tələblərə uyğun 2 söz dəyişməklə tamamlamışsınız, lakin cümlənizin daxilində kobud qrammatik səhvlərə yol vermişsiniz, kobud leksik səhvlərə yol vermişsiniz. Bu zaman yenə də tələblərimiz pozulduğu üçün tam bal ala bilməyəcəksiniz, 1 bal alacaqsınız. Misallar əsasında, nümunələr əsasında bunları sonda göstərəcəm sizə. Və D bəndində mətndəki sözlər olduğu kimi qalıb, yalnız struktur dəyişdirilib. Yəni, mətndən heç bir söz bir başqa sözlə əvəz olunmur. Sadəcə, məsələn, cümlənin birinci hissəsini ikinci hissəyə və yaxud məlum növdədir, məchul növdə vermişsiniz və yaxud hər hansı bir struktur dəyişikliyi olunub, lakin heç bir söz dəyişdirilməyib. Bu zaman aydındır ki, tam bal ala bilməyəcəksiniz. Çünki tələblərdə sizdən ən az 2 söz dəyişdirin tələb olunur. İndi keçək 0 ballıq meyarlara. Yalnız bir söz dəyişdirilib. Bir söz dəyişdirilməsi, baxın, 1 ballıq meyarlarda da var idi. Lakin fərq ondadır ki, bir söz dəyişdirilib və cavabınız düzgündürsə 1 bal ala bilirsiniz. Bir söz dəyişdirilib, lakin bir dənə belə olsa, yanlış fikir, qrammatik səhv, kobud leksik səhv varsa, yenə artıq heç bir bal almayacaqsınız, 0 bal. Çünki baxın, sizin yarım ballıq meyarınız, yəni 1 ballıq meyarınızda deyir ki, bir sözü dəyiş. Bu zaman 1 alırsan. Sən həm sadəcə bir söz dəyişmişsən. Burada 1 balın getdi. Həm də onun daxilində deyil, bir daha da səhvə yol vermişsən. Bu zaman da 1 balın getdi səhvə görə. Yerdə qalır 0 bal. Növbəti bənddə struktur və ya söz dəyişikliyi edilib. Amma etdiyi leksik və qrammatik səhvlər nəticəsində cümlə mənasını itirib. Növbəti bənddə cümlə mətndən olduğu kimi köçürülüb. Bəli, bu halda dəfələrlə rast gəlinir. Baxmayaraq ki, şərtdə açıq-aşkar şəkildə sizdən tələb olunur ki, ən az 2 sözü dəyişməklə, hətta meyarlarımızda yenə güzəşt olunur ki, əgər sadəcə strukturu belə dəyişmişsiniz, heç bir söz dəyişməmişsə, yenə də sizə 1 bal verilir. Lakin əksər şagirdlər olur ki, bütün bu göstəricilərə baxmayaraq yenə də mətndən cümləni olduğu kimi köçürdülər və bunun üçün gözləyirlər ki, onlara bal verilsin. Xeyr, təəssüf ki, bu zaman bal verilmir. Digər bütün hallara nələr daxildir? Əlbəttə ki, sualın cavabı yox, tamamilə başqa cümlə köçürülüb və yaxud qarma-qarışıq söz yığınından ibarət nəsə yazılıb orada və yaxud boş buraxılıb cavab hissəsi. Bunlar digər hallara daxildir. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2025-ci il nəşri olan test toplusundan, 11-ci siniflərin birinci hissəsindən səhifə 216-dakı mətn tapşırığından nümunə göstərəcəm. Complete sentence by changing at least 2 words according to the passage. Because of the fat in their tails, quokkas, quokka heyvanın adıdır. Burada əsas nəyə fikir verəcəksiniz? Açar sözü tapırıq və mətndə açar sözlə həmin cümləni tapırıq.
Because of the fat in their tails. Bu bizim birinci hissəmiz, yəni bizə verilən əsas hissədir. Quyruğunda olan yağa, piyə görə quakalar, baxın, bizim əsas açar sözümüz quyruğunda olan yağ, quyruq, yağ, piy və because sözləri ola bilər. Quaka sözü ola bilməz. Nəyə görə? Çünki quaka sözü, baxın, elə mətnimiz onun haqqındadır. Hər yerdə var. Hər yerdə var. Bunlar bizim açar sözümüz ola bilməz. Görürsünüz? Açar sözümüz nədir? Fat in their tails, because və s. Bu sözlərdən hər hansı birini mətndə axtarırıq. Because, baxın, fat in their tails. Açar sözlərimizi tapdıq. Mətnimizdə bizə lazım olan hissəni tapdıq. Və mütləq həmin cümləni, həmin sözlərin olduğu cümləni bütöv oxuyuruq. Baxın, burada çaşdırıcı bir məqam var. Cümlənin bir hissəsi burada verilib, because of the fat in their tails. Tamamlamalı olduğunuz hissə üçün sizə digər cümlənin əvvəlindəki söz verilib. Lakin biz bayaq dedik ki, bu bizim açar sözümüz ola bilməz. Sadəcə bu həmin heyvanın adıdır və o mətn onun haqqındadır. Mətnin əksər hissəsində bu söz qeyd olunub. Bizə açar sözümüz olan cümlə, bəlkə də ondan əvvəlki cümlə də müəyyən qədər bizə kömək edə bilər və yaxud sonraki cümlə də müəyyən qədər bizə kömək edə bilər. Lakin bu mətndə məhz həmin açar sözlərin olduğu cümlə bizə lazımdır. They can walk for a long time without any food or water because they keep fat in their tails. Mənaya diqqətlə fikir verin. Quyruqlarında olan piyə görə, yağa görə onlar nə edə bilirlər? Heç bir qidası olmadan onlar uzun müddət yeriyə bilirlər. Bizim tamamlamalı olduğumuz hissə nədir? Mübtədamız verilib, quakalar. Biz artıq onlar yazmayacağıq. Çünki mübtəda verilib bizə. They yazmayacaq, quakas yazmayacaq, these animals yazmayacaq. Yəni mübtəda yazmayacaq. Biz sadəcə xəbərdən başlayacağıq. Cümləni davam edəcək. Because of the fat in their tails. Quakas can walk for a long time without any food or water. Baxın, biz bu hissəni öz sözlərimizlə dəyişəcəyik. Ümumiyyətlə, mənim sizə ilk tövsiyəm o olardı ki, mütləq şəkildə söz öyrənərkən onların sinonimləri ilə birlikdə öyrənin. Mütləq şəkildə sinonimlərlə birlikdə öyrənin. Məsələn, long time, long period, for a long time, for a long period, for long periods, for hours belə verə bilərik burada. For many hours və yaxud sadəcə for hours. Bu cür. Food-u əvəz edə bilərik. Without eating. Without water-ı əvəz edə bilərik drink sözü ilə və yaxud without drinking anything. Bu cür. Gəlin indi meyarlarımıza əsasən cavablar yazaq. Tam balıq meyarımız nə idi? Cümlə ən az 2 söz dəyişdirilməklə düzgün tamamlanıb. Heç bir eksik qrammatik səhv yoxdur. Biz xəbərdən başlayacaq. Çünki bayaq da dedim, artıq bizdə quaka sözü verilib. Yəni mübtədamız verilib. Xəbərdən başlayacaq və cəmdə verilib. Unutmayın, burada da qrammatik səhvə yol verməyin. Cəmdə verildiyi üçün bizim xəbərimiz də cəmdə olacaq. Can-i nə ilə əvəz edə bilərik? Are able-la əvəz edə bilərik. Are able to və yaxud are capable of verə bilərik. Əgər başqa sözləri dəyişəcəksinizsə, can olduğu kimi də qala bilər. Bunlardan hər hansı birini yazırıq. Are able to yazıq məsələn. Are able to walk. Walk sözünü əvəz edə bilərsiniz travel sözü ilə və yaxud move da verə bilərsiniz. Tam olaraq o mənanı vermir, düzdür move sözü. Yerimək, gəzmək elə hərəkət etməyə daxil olduğu üçün, hərəkət etmək bir qədər geniş və ümumi məna olduğu üçün, bəli, əgər move versiniz, bu doğru kimi qəbul edilə bilər. Yəni buna güzəşt oluna bilər. Əlbəttə ki, move walk-un tam sinonimi deyil. Lakin müəyyən mənada vermək olar və qəbul oluna bilər. Are able to, gəlin travel verək. Travel. For a long time. For a long time-ı nə ilə dəyişə bilərik? For long periods verə bilərik. Və yaxud for a long period of time. Və yaxud for hours verə bilərik. Və yaxud walk long distance sözü ifadəsi də var. Bunu da verə bilərik. Walk long distance. Distances. Yəni uzaq məsafələr yeriyə bilirlər. Bu da çox gözəl ifadədir. Yəni tam ballıq bir cavabdır. Are able to travel. Gəlin biz yazaq. For long periods. For long periods.
Nə qaldı? Without any food or water. With no food or water da verə bilərsiniz. Qısaca without-u with-lə əvəz edib, any-ni no ilə əvəz edib, çox sadə olaraq sözlərdə dəyişə bilərsiniz. Bəli, with no food or water, o zaman da söz dəyişmiş hesab olunursuz. Doğru cavab almaq üçün food or water-nı da without eating or drinking kimi də verə bilərsiniz. Və without having any food or drink bu cür də verə bilərsiniz. Gəlin yazaq. Without eating or drinking anything də verə bilərsiniz. Yəni nə isə, heç nə. Baxaq, cümləmiz doğrudur. Zaman uzlaşmasına və mübtəda xəbər uzlaşmasına fikir vermişik. Bəli, cümləmiz doğru yerdən başlayıb. Bəli, mübtədamız var idi, cümlə xəbərdən başlayıb. Mübtədamız cəmdə idi, xəbərimiz cəmdə olub. Are able to travel for long periods without eating or drinking anything. Heç bir leksik və qrammatik səhvədə yol vermədik. Bu zaman 2 ballıq cavabımız hazırdır. Gəlin indi 1 ballıq meyarımıza və cavablarımıza baxaq. Baxın, 1 ballıq meyarlarımızda demişdik ki, cümlə ən az bir söz dəyişməklə düzəlib, amma cümlə düzgün tamamlanıb. Və yaxud 2 söz dəyişdirilib, lakin yanlış bir fikir, söz, leksik və qrammatik səhv qeyd olunub. Və yaxud mətndəki sözlər olduğu kimi qalıb, yalnız struktur dəyişib. Deyək ki, cümlə düzgün olmalıdır, lakin ən az sadəcə bir söz dəyişmiş olmalısınız. Can travel, walk-ı travel-la əvəz etmişsiniz, deyək ki, for a long time without any food or water. Vəssalam. Cümlə olduğu kimi köçüb sadəcə walk-ı travel-la əvəz etmişsiniz. Yaxud deyək ki, water-ı drink-lə əvəz etmişsiniz. They can walk for a long time without any food or drink. Cümlə düzgündür, lakin bir söz dəyişmişsiniz. Digər meyarımızda belə idi ki, cümlədə 2 söz dəyişmişsiniz, lakin səhviniz var. Məsələn, sənin yerinə is able to vermişsiniz. Baxın, qrammatik səhvə yol vermişsiniz. Are able to verməliydiniz. Yaxud water sayılmayan isimdir, food sayılmayan isimdir. Onları cəmdə vermişsiniz, digər sözləri dəyişmişsiniz. Bu zamanda yenə ballıq verəcəksiniz. Digər bütün hallarda isə baxın 0 ballıq meyarlar burada göstərilib. Bunların hər biri və əgər cavab yazmasanız, cavabı olduğu kimi köçürsəz və yaxud qarma-qarışıq söz yığını yazsanız və yaxud Azərbaycan dilində cavablandırsanız və digər bütün doğru cavab olmadığı bütün hallarda 0 bal alacaqsınız. Bu qədər. Əlbəttə ki, kanaldakı bütün videoları izləməyi unutmayın. Hər biri sizin üçün çox faydalı olacaq. Bundan əlavə kanala abunə olun ki, növbəti videolardan xəbərdar olasınız. Təşəkkürlər, sağ olun.